Qızlar, qabaqda qaynatam gedir. Mən ilk dəfədə belə uzaq yola özüm tək gedirəm. Belə sexə getdim, 2 dəfə tək. Amma uzaq yola ilk dəfə gedirəm. Qaynatam da sağ olsun da qabaqda gedir. Mən səpravajda çəkir. Biz bura gəldik. Gəlirik, neyinirik? Buradan 3 dənə. 1, 2, 3. Koydum. Like a colorful aurora, it paints the world in hues of orange and white and more. I'm gonna start packing up. Qızlar, uşaqları rəsm dərsinə gətirmişdim. İlk sınaq dərsimiz idi. 1 saat yarım dərs keçilir. Rəsm dərsindən sonra getməliyik gimnastikaya. Sadəcə uşaqlar acıb, artıq gün ortadır. Dükana getdim, uşaqlara piraşki, qoğal, biraz şirniyyat alıb, uşaqları doydurub getdik gimnastika dərsimizə. Bu da bizim ilk sınaq dərsimizdir. Əslində belə başa düşürəm ki, nəyisə heç başa salmağıma da ehtiyac yoxdur. Laləni görürsüz. Bir dəqiqə də belə dayanmır, nadinclik eləyir. Əslində fikrimdə var idi ki, üçünü də gimnastikaya yazdırım. Sadəcə Lalə hələ ki balacadır. Zala girən kimi sevindi və başladı atlanıb düşməyə. Özüm də gördüm ki, hələ gimnastikanı tam da başa düşmür. Biraz da böyüsün, ondan sonra yazdıraram inşallah. Leyla ilə Ruslanı isə gimnastikaya yazdıracağam. Dediyim kimi bu sınaq dərsi idi. Həftədə 2 dəfə olur, 6 bazar və qiyməti də 30 manatdır. Burada isə Lalə milçək tapıb, xəşlini çıxartmayana kimi əl çəkmədi də bu qız. Müəllimə isə uşaqların gimnastikaya hazırlıqlı olduğunu dedi. Sərbəst şpaqat açırlar, musiqa gedirlər, salto vururlar. Uşaqlar doğulandan onlara çoxlu masaj eləyirdim və oynada gimnastika hərəkətləri gördürürdüm. Bircə Laləyə heç nə edə bilməmişəm, çünki Lalə doğulanda evimiz artıq böyük idi və işlərimdə həddindən artıq çox. Uşaqlar da ki bir-birindən balaca. Səhəri gün Yeznənizin istirahət günü idi və fikirləşdik ki, gedək Dreamland'ə, uşaqlarla biraz zaman keçirdib əyləndirək. Yoldaşımın maşınında özüm sürdüm, böyükdü, ona görə də çox qorxurdum. Amma mən şükür sağ-salamat getdik, sağ-salamat da qayıtdıq. Bu vlog hardasa bir həftənin vlogudur. İnanın ki, vaxtım olmur ki, bunların hamısını montaj edeyim və paylaşım. Yoldaşım da ki, heç də sürprizlərdən dala qalmır. Bir də gördüm ki, işdən evə gələndə əlində sürpriz cibusumuzu gətirib. Dostu pay verib ona. Necə deyirlər, heç vaxt demə. İnanın, həmişə deyirdim ki, mən it ömür boyu saxlamaram, özdə evdə. Dəfələrlə pişik, it saxlamışıq, amma hər dəfə də başa düşürdüm ki, bu heyvanlar mənlik deyil. Bir var həyətdə saxlayasan, bir də var binada. Biz də onda binada yaşayırdıq. Heyvanları sevsəm də, amma heyvanı saxlamaq çox məsuliyyətli bir işdir. Çox zaman tələb edir. Əsas da səbir tələb edir, çünki onu tualetə öyrəşdirmək çox böyük bir questdir. 3 körpü uşaqla da mən bunu heç də təsəvvür etmirdim. Sadəcə bunun şirin üzünü görüb və yox deyə bilmədim. Səhər də uşaqlar yuxudan durub mən kimi şok keçirtdilər və yeni dostlarına çox sevindilər. Əslində ağlımdan keçir ki, vlogda bir rubrika edim, Lalə və onun macəraları. İnanın ki, bütün nadinçliklərini bir yerə yığsam, bir vlogda yetməz. Bu səfər də qaş kraskamı götürüb, amma inanın ki, heç bir şey də əl altında deyil. Ümumiyyətlə evimizdə heç bir şey yerində deyil. Çünki yerində olsa heç bir şey salamat qalmaz. Kosmetikamı şvanerin yuxarı polkasına qoymuşam və qapını da örtmüşəm. Və buna baxmayaraq girib otağıma ayağın altına taburetka qoyub və götürüb. Nə yalan deyim qızlar, həqiqətən də çox əsəbləşmişdim. Əsəbləşməyimin də əsas səbəbi odur ki, danlayanda heç də vec vermədi. Elə bil ki, belə də olmalıdır. Bu arada qızlar, itimizin də adını dəyişdi. Yoldaşım adını Mişa qoydu. Mən isə ona heç də Mişa deyə bilmirəm. Ona görə də onu Mişka çağırıram. Həqiqətən də elə Mişkaya da oxşuyur. Axşam da getdik bacım ilə, dedim Mişka ilə də tanış olsunlar. Nə qədər də olmasa ailəmizin yeni üzvüdür.
Aytengildən gələndən sonra oturdum dırnaqlarımı düzəltməyə, amma çox gec idi və yorğunçuluq özünü bürüzə verdi və getdim yatmağa. Səhər sübdən də durub dırnaqlarımı davam etdirdim. Çətinindən başladım. Birinci sol əlimdən sağ əlimi düzəltdim. Səhər də saat 5-də durub dırnaqlarımı davam etdirdim. Dırnaqlarımı yondum, frezerlə kutikulanı təmizlədim və spirtlə dərinin altına kimi hər yeri təmizlədikdən sonra primer vururam. Hardasa 5 dəqiqə əlimdə saxlayıram. Sonra isə nazik qatla baza sürtürəm. Mənimki unudandı, 60 saniyə quruduram və başlayıram dırnağıma gel qoymağa. Bu səfər gelim Lunadandır. Mən hər dırnağa ayrı-ayrı edirəm və hər birini 60 saniyə quruduram. Dırnaq düzəldəndə vaxtım çox getməsin deyə hətta pilkasız texnikada öyrəndim. Mən usta yanında öyrənməmişəm, ona görə də bunu öyrənmək üçün vaxtım da çox getdi. Əsas odur ki, indi vaxtım getmir. Bu cross frezerlə dırnağın alt qalınlığını götürürəm və tamamilə səlqəli olmağı üçün sağdan soldan bir balaca pilkalayıram. Sağ əlimi isə idealda uzatmaq lazım idi. Sadəcə buna vaxtım yox idi. Ona görə də olan dırnağımı sadəcə gellə bərkitdim və uzatmadım. Ən çox bu əlimlə iş gördüyüm üçün ən çox da zərbəni bu əlim görür. Səhərimiz də Polad Bülbüloğlu'nun Gələk Səhər mahnısı ilə başladı. Bu arada ən sevdiyim mahnılardan biridir. Və getdik zoo mağazaya. Mişkamızı da gətirdik. Onun üçün yem almaq lazım idi. Pavadok, şampun, daraq və belə bir şeylər dırnaq tutanda. İtimizin gözünün altındakı qaralmışdı. Mən də elə bilərəm ki, bu belə də olmalıdır. Sən demə, bunun toyuğa qarşı allergiyası var. Amma gözü qara olaraq da elə bizə də gəlmişdi. Ona görə bunu mən bilmirdim. Mağazadakı satıcı oğlan da hər şeyi sağ olsun ətraflı şəkildə başa saldı və allergiya olduğunu dedi. Toyuğu vermədikcə də allergiyası yoxa çıxdı. Evə də gəlib tez bazar kükə hazırladım və döşəti qoydum ki, axşama salat hazırlayım. Bunlar nəsə, bunlara test verib, onları çatdırmışam. Burada gəlin bunlara dərslərini edeyim. Vay mama, otağın vəziyyətinə günə qoyublar bunlar. Bir abırçılıq. Dəvər yığışdır buralığı. Dərs? Leloş sən də, hə, dərs. Yes. Dəvər işıq. Leloş da gəl buranı yığışdır. Mən Ruslanın dərs eləyənə kimi Lalə də kameranı qoyub özü üçün meymunluq eləyir. Bundan da xəbərim yox idi. Sonradan isə videoya baxdım. Salat üçün döşətini qaynadıb qırağa qoymuşdum. Bugün isə biberləri yuyub doğrayıram. Qaynanamın ad gününə salat edəcəm. Axır ki, maşınımızda yuduzdurduq. Bugün qaynanamın ad günüdür və süfrəmizi də açırıq. Burada bizim balaca köməkçimiz Mişkamız da var. Mişka. Qızlar, bayaqdan süfrəni açıram. Mən də elə bilirəm ki, videonu çəkirəm. Sən demə, çəkmirəm. Çünki playa basmamışam. Və başladım süfrəni açmağa. Yeməkləri isə axşam gətirəcəm. Qonaqlarımız çox deyil, ən yaxınlarımız ev içi olacaq. Sonra isə gəldik Laçından qaynanam üçün hədiyyə seçməyə. Belə bir qızıl seçdim. Mən çox bəyəndim. Gündəlik üçün çox idealdır fikrimcə. Və yol üstü gəldik zapçaz dükanına, kolişimin orada işi var idi. Maşını isə özüm sürdüm, bacarıqlarımı yoxlasın deyə. Qızlar, saat 7, bizdə də süfrələr dolur. Axşama biber salat hazırlayıram. Biber salatının çox suyu çıxır, ona görə də səhərdən hamısını doğrayıb aş üstünə qoymuşdum, yaxşıca suyu çıxsın. Süfrəyə təqdim etməmişdən də qabaq mayonezin duz istiotunu da qatdım, qarışdırdım. Спасибо. Hediyeme bak. Özün seçtim. Da dedi ki özün seç rengi. Bak bu şarkı kıdır. Hə, xala bu rəngə xoşlayır. Sumka. Oy, kaka krasa. Enerjiyi de sumka. Koşun geldi. Qızlar, süfrəmiz də hazır. Bir dənə dolmamız gələcək, kebabımız, bir də aşımız. Vot, konkret. Qaynardır, tutabilir. O tutub, o mən danışanda o bilir ki, mən nədən danışıram. Bunun səndən sonra bütün həqiqətlər danışmağa başlayacaq. Sumka. Size
Yaxşı tap baxın. Ağıllı qızım, ayağım. Gəlinin sırğası. Ay Allah, benim kızım. Bir də ki, qızlar, vloqlarımın geç çıxmağına görə üzrlü sayın. Həqiqətən də bacardığım qədər çalışıram ki, tez-tez paylaşım. Bu səfər xəstələnmişdim, ona görə vloq biraz da gec oldu. İnanın ki, arzusundayım ki, hər gün bir vloq paylaşım. İnşallah da bunu bir gün edəcəm. Sizə isə təşəkkürümü bildirirəm. Vloqlarımı izləyirsiniz. Özü də böyük sevgi ilə. Hər bir rəyi oxuyuram, cavablandırıram və ürəyimdə açılır. Buna görə də hər birinizi öpürəm, bağrıma basıram.